Bəzən elə olur ki, bağ evi gözəl, super, əsrarəngiz olur. Yerləşmə yeri pis olur. Bəzən də yeri yaxşı olur. Bağ evi tam olmur. Amma bu gün mən sizlərə Mərdəkanda məşhur restoranlar sırası Vətən Dükkan restoranı 200 metr yaxınlıqda yeri yaxşı, evin özü yaxşı bir bağ evi haqqında danışacağam. Ərazisi 5.1 sot, tikilisi 208 kvadrat içdən içə. Yəni çıxarışda da elədir. Evimizin içərisi əşyalıdır. Heç bir əşyanızı, elektronikanızı belə gətirməyə ehtiyac yoxdur. Bizim hovuzumuz var ki, həm şəlaləli, həm daşma stilində, həm isti hovuzlu. Yəni gəlib bu bağa gir, köç, yaşa. İstəyirsən 4 sezon, istəyirsən yalnızca yay sezonunda. Elit məhəllədə yerləşən bağ evimizin 5 metr eni, 8 metr uzunluğunda hovuzu var. Yanında da belə açıq istirahət yeri. Lejankalar da qoyulub və bizim barbekü manqal aparatımız tam onun yanında isə belə bir əsrarəngiz yay qış mətbəxi. Məncə 5 sot bir bağ evi üçün hal-hazırda idealdır. Bilirsiniz, artıq heç kim böyük ərazidə bağ evi istəmir, çünki onun baxımı həqiqətən də çox çətin olur. Burada isə o problem yoxdur. 3 yataq otağından ibarət bəs bağ evimizin interyerinə nələr aiddir, indi onu görəcəyik.